hər bir işin öz standartı olduğu kimi mina bastırmanın da standartı var. Yəni ki, bunlarda həqiqətən elə bir vəziyyət yaranıb ki, heç bir standarta uyğun deyil. Sadəcə olaraq burada onu, yəni o şəkildə etmək üçün mütləq gərək şərəfsiz olasın. Məqsəd də ki, odur ki, insanlığın olmadığı bir millət, bu da erməniyə aiddir. Yəni belə deyək ki, heç bir o mina aksiyasından, yəni mina axtarma prosesindən anlayışı olmayan bir şəxs üçün yəni birbaşa ölümdür.